Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 8 olacaq. Sağlam həyat mövzusu uşaqlar. Tamam, biz deməli ilk öncə açar sözlərimizə baxaq. İdman, düzgün qidalanmaq, bitki mənşəli qida və heyvan mənşəli qida. Belə. İdman hərəkətləri edirsinizmi? Bunun nə faydası var? Bəli, idman hərəkətləri edirik. Bədənimizin elastikliyini artırmaq, bədənimizin daha da yorğunluğunu atmaq və daha səlist və daha düzgün və qamətli duruş üçün idman hərəkətləri lazımdır. Fəaliyyətə baxırıq. İdman hərəkətlərinin verilmiş ardıcıllıqla yerinə yetirin. Hə uşaqlar, bunu artıq siz deməli məktəbin içərisində, sinif otağının içərisində eləməlisiniz. Yəni mən buradan göstərə bilməyəcəm bunu. Öyrənmə. Sağlam yaşamaq üçün bəzi vərdişlərimiz olmalıdır. Bəs bu vərdişlər hansılardır? Yuxu rejimi. Axşam vaxtında yatmalı və səhər yuxudan vaxtında oyanmalıyıq. Bəli. Minimum uşaqlar üçün 8 saatlıq yuxu rejimi var. Bu 7 saat və 9 saat aralığı olaraq qiymətləndirilir. İdman. Səhərlər idman etmək gümrah və sağlam olmağımıza kömək edir. Bəli. Düzgün qidalanmaq. Qidaları bitki və heyvan mənşəli olmaqla qruplaşdırmaq olar. Səhər və günorta və axşam yeməyində bu qidalardan istifadə etməliyik. Qidaları görürük. Tərəvəzlər, bitki mənşəli qida, meyvələr, heyvan mənşəli qida və s. Sonra gün boyu bir neçə dəfə su içməyi də unutmamalıyıq. Bəli, çünki bədəndəki toksinləri atmaq üçün ən vacib elementlərdən biri maye və sudur. Yəni maye dedikdə burada süd də ola bilər, amma təbii ki ən yaxşısı suyun özüdür. Müzakirə. Sağlam həyat tərzi deyəndə nə başa düşürsünüz? Sağlam həyat tərzi dedikdə yuxarıda qeyd edilənlər, yuxu rejiminə diqqət, idman hərəkətləri etmək və düzgün qidalanmaq, eyni zamanda şəxsi gigiyena da buraya daxildir uşaqlar. Çünki zamanında dırnaqlarımızı kəsmək, ən azından həftədə 2 dəfə duş almaq, ən az deyirəm də, yəni ən az həftədə 2 dəfə duş almaq. Sonra paltarlarımızın tez-tez, yəni ən az həftədə 1 və yaxud 2 dəfə yuyulması, tez-tez müəyyən paltarları dəyişmək, yəni hər gün eyni paltar geyinməmək, bunun tərzi şeylər buraya daxildir və bizim sağlam yaşamağımıza kömək olur. Zamanında məsələn günəş enerjisi qəbul etmək, çünki vacib elementlərdən biridir uşaqlar. Sonra gün ərzində su içməsək nə baş verər? Bəli, bədənin lazım olan mayeyi qəbul etməməsi artıq yorğunluğa gətirib çıxardır və biz ayaqda durmaqda çətinlik çəkə bilərik. Heyvan və bitki mənşəli qidalar sağlam yaşamağımıza necə təsir edir? Məsələn, balığın tərkibində olan omega 3 məsələn zehin fəaliyyətini yaxşılaşdırır. Süd kalsium var tərkibində və sümükləri gücləndirir. Bal da eynən immuniteti gücləndirir. Məsələn, yumurta güclü karbohidrat mənbəyidir və insanı ayaqda tutur. Məsələn, gündə 2 yumurta yesəz səhər tezdən, sizi məncə günortaya qədər kifayət qədər yaxşı tutur. Sadəcə 2 yumurta. Qırmızı ət də bildiyimiz kimi, bu toyuq və qırmızı ət deyim də, mal ətindən gedir söhbət. Təbii ki, həmin belə deyim, bədənin o vitamin mənbəyini toplayır. Çünki qırmızı ətin tərkibində olan qidalar bədən fəaliyyətini ümumiyyətlə immuniteti gücləndirən əsas vasitələrdən biridir. Sonra sağlam həyatı dedik, bitkiyi dedik, gün ərzinəni dedik. Tapşırığa keçid alaq. Özünüz üçün gün rejimini cədvəli qurun. Bu cədvəli qurarkən nələr diqqət etməlisiniz? Nələr diqqət etməliyik? Birincisi, heç bir gün saatı, gün rejimi bizim yuxumuza təsir etməməlidir. 7-8 saat arası yatmalıyıq. Sonra, yəni bu qidalardan istifadə etməliyik. Məktəbdə olsa belə biz özümüzlə aparmalıyıq ki, ən azından tənəffüsdə müəyyən qida yeyə bilək. Sonra gecə geç saatında yatmamaq və nisbətən idman fəaliyyətləri ilə də məşğul olmaq bizdə gün rejiminə diqqət etməyimizə gətirib çıxardan amillərdən biri olmalıdır. Sonra şəklə diqqətlə baxın, hansı şagird parta arxasında düzgün əyləşmişdir sizcə niyə? Məsələn,
oturaraq vəziyyətdə A variantındakı şagird daha düzgün oturub. Çünki düz hərəkət, düz durmamaq bizim qamətimizi və onurğa sütunumuzu zədələyir. Və bu davamlı olaraq yeriyərkən belə deyim də, yəni heyvan kimi yeriməyimizə gətirib çıxarda bilər. Bu da heç düzgün bir şey deyil. Ona görə dik qamətli durmaq yaxşıdır. Yəni burada doğru vəziyyətdə duran şagird A variantıdır. B variantı yanlışdır. Daha doğrusu C variantı yanlışdır. B ilə D-də isə B yanlışdır. Çünki yenə əyri-üyrü oturub. D variantı doğrudur. Deməli A və D doğrudur, B və C yanlışdır. Özünüzü yoxlayın. Sağlam yaşamaq üçün nələrə diqqət etməliyik? Gün boyu istifadə etdiyimiz qidaları necə qruplaşdırmaq olar? Sağlam yaşamaq üçün idman, bitki və heyvan mənşəli qidalardan istifadə, yuxu rejiminə diqqət, şəxsi gigiyenanın qorunması və açıq havada istər havanın temperaturundan və havanın necə keçməsinə asılı olmayaraq açıq havada gəzmək və yaxud hava almaq, xüsusilə günəşli havada enerjimizi yüksəldən və sağlam edən amillərdən biridir. Gün boyu istifadə etdiyimiz qidaları necə qruplaşdırmaq olar? Bəli, heyvan mənşəli qidalar və bitki mənşəli qidalar. Heyvan mənşəli qidalar da balıq, toyuq və mal əti olmaq üzrə 3 hissəyə ayrılır. Bitki mənşəli qidalar da 2 hissəyə ayrılır. Meyvə və tərəvəz belə. Belə uşaqlar, bu günlük bu qədər. İnşallah bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.